Salam uşaqlar, hər vaxtınız xeyir. Növbəti mövzumuz bərabərsizliklərdir. Mövzumuza keçməzdən əvvəl dərslərimizə qoşulmaq istəyirsinizsə bizimlə əlaqə yarada bilərsiniz və eyni zamanda kanalımıza abunə olmağı, videolarımızı bəyənib fikirlərinizi bildirməyi unutmayın. Deməli, bərabərsizliklər mövzusu. Deyək ki, fikrə uyğun dəyişəni olan bərabərsizlik yaz. N ədədi ilə 5-in cəmi. Biz buranı onsuz da dəyişən olan ifadələrdən keçmişik. N ədədi ilə 5-in cəmi nə deməkdir? N üstə gələ 5 deməkdir. Deyir, N ədədi ilə 5-in cəmi -4-dən böyükdür. -4-dən böyükdür. Dediyin yazdıq. Keçirik ikincisinə. X ilə -3-ün fərqi. X ilə -3-ün fərqi x minus -3 11-dən kiçik deyil. Kiçik deyil o deməkdir ki, yəni 11-dən böyük və ya 11-ə bərabərdir. Sanki burada kiçikdir sözü olanda, deyil, kiçikdir və deyil, ümumiyyətlə deyil sözü varsa, həmişə kiçik deyirsə, elə bir tərsin götürün, böyük götürün. Desə ki, böyük deyil, o zaman kiçik götürün, bu şəkildə. Kiçik deyil dediyinə görə, biz götürürük bunu, böyük bərabərdir 11. Kiçik deyil deyir. Yenə təkrar eləyirəm. Kiçik deyil demək, yəni o deməkdir ki, 11-dən böyük və ya 11-ə bərabərdir də. Yəni 11-dən yuxarısı yoxdur. Başa düşdük o mənada. Bunu da biz mötərizəni azad edəndə x üstə gələk 3 böyük bərabərdir 11 olacaq. C-nin 3 misli ilə C-nin 3 misli ilə 8-in cəmi, C-nin 3 misli ilə 8-in cəmi 2-dən böyük deyil. Bax, böyük deyil. O zaman kiçikdir, bərabər 2-dən. Y-in 2 misli ilə Y-in 2 misli ilə 9-un fərqi 0-dan kiçikdir. Normal qaydada deyir ki, 0-dan kiçikdir. Dəyişənin verilmiş qiymətlərində bərabərsizliyi ödəyənləri yaz. Yəni, burada verir bizə x kiçikdir -3. Burada da qiymətləri verir. Hansı qiymətlərində bu bərabərlik ödənir. Yerinə qoyub bir-bir yaz baxırıq. -8 kiçikdir -3-dən. Əlbəttə ki, -8 -3-dən kiçikdir. -7 -3-dən kiçikdir. -6 -3-dən kiçikdir. -5 -3-dən kiçikdir. -4 -3-dən kiçikdir. -3 da -3-dən kiçik deyil. -2 -3-dən böyükdür. Kiçik deyil. M-də baxaq. Yenə burada yazsaq, -8 -4-dən böyükdür. Xeyr, -8 -4-dən kiçikdir. -7 -4-dən kiçik. -6 -4-dən kiçik. Yəni, burada olanlar olacaq -3, -2, -1, 0, 1, 2, 3. Bir də 4. -3 -4-dən böyükdür. -2 -4-dən böyükdür. -1, yəni bunlar hamısını 1 -4-dən böyükdür. 2 -4-dən böyükdür. Bu altında xətt olan bərabərlik işarəsi böyük bərabərdir 1. Yəni biz həmin bu -1-in özünü də götürə bilərik. O zaman olur -1, 0, 1, 2, 3, 4. N kiçik bərabərdir -6-dan. N kiçik bərabərdir -6, -6-nın özünü də götürərəm. -7 və -8. Bu şəkildə. Üçüncüdə bərabərsizliyi ödəyən 3 tam ədəd yaz və həlli ədəd oxunda təsvir elə. Bərabərsizliyi ödəyəməyən 2 tam ədəd yaz. Bu nə demək istəyir bizə? Deyir ki, x kiçik bərabərdir -2-dən. Kiçikdir sözü varsa, deməli -2-dən solda yerləşənlər olacaq. -2-də solda yerləşər. Amma bərabərdir işarəsi varsa, bu qeyd elədiyimizin içərisi boş, dolu olacaq. İndi mən sizə burada göstərəcəm bu boşla dolunu nə demək oldu. Əgər altında xətt varsa, böyük bərabərlik və ya kiçik bərabərlik varsa, içi dolu olur. Yəni, həmən bu ədədin mən özünü də götürürəm. Amma belə bu tək olanda artıq burada bu şəkildə boş olur. Yəni, içi qaralanmır. X -2-dən kiçikdir. Kiçikdir demək, yəni ədədimiz bu, oxumuz bu istiqamətdədir, ədəd oxumda göstərəndə. Ödəyən hansı olur? Əlbəttə ki, ödəyən olur -2, -3, -4. -2, -3, -4. Ödəyən həmişə öz istiqaməti üzrə. Ödəməyənləri isə öz istiqamətinin əksinə olanlar. Yəni, -1, 0, məsələn, 1, 2 bu şəkildə yazır. Məsələn, yerinə qoysan 1 kiçikdir -2-dən. Xeyr, 1 böyükdür -2-dən. Sonra,
X böyükdür mənfi 4-dən. X böyükdür mənfi 4-dən. Yəni mənfi 4-dən bu tərəfə böyükdür deyir. Ödəyənlər əlbəttə ki olacaq mənfi 3, mənfi 2, mənfi 1. Ödəməyənlər isə onun tərsi mənfi 5, mənfi 6, mənfi 7. Sonra x kiçikdir mənfi 5-dən. Mənfi 5-i qeyd elədim. Kiçikdir deyir. Kiçikdir deyir deyə bu şəkildə yazılacaq. Ödəyənlər mənfi 6, mənfi 7, mənfi 8. Ödəməyənlər mənfi 4, mənfi 3, mənfi 2. X böyük bərabərdir mənfi 3-dən. Böyük bərabərdir mənfi 3-dən. Bu şəkildə ödəyənlər olur. Elə mənfi 3-ün özü mənfi 2, mənfi 1. Ödəməyənlər mənfi 4, mənfi 5, mənfi 6. Burada ədəd oxundakı təsvir uyğun bərabərsizliyi yaz. Bu içi boş olmaq o demək, yəni x böyükdür mənfi 6-dan. Böyükdür hardan bildim? Çünki x oxu istiqamətində və bu tərəfə sağa doğru gedir. Yəni artmağa doğru gedir. Ona görə böyükdür yazdıq. Burada artıq içi doludur. X kiçik bərabərdir mənfi 5-dən. Kiçiyi niyə görə yazdıq? Çünki 5-dən əksinə gedir. Bu tərəfə azalmağa doğru gedir. X böyük bərabərdir mənfi 7-dən. Bu da olacaq x artıq kiçikdir mənfi 4-dən. Bərabərsizliyi ödəyən ən kiçik tam ədədi tap, həlli ədəd oxunda təsvir elə. Deyir, x böyükdür mənfi 5-dən. X-in böyükdür mənfi 5-dən olmağı, bax bu deməkdir. Böyükdür, yəni bu tərəfə doğru gedir. Yəni mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1. Bunun da ən kiçikdir tam ədədi tap. Ən kiçik tam ədəddə olur mənfi 4. X böyük bərabərdir mənfi 2-dən. Mənfi 2 qaralayırıq, çünki böyük bərabərdir. Böyükdür deyir. Yenə bu tərəfdə yazacaq. Deməli, mənfi 1, 0, 1, 2 bu şəkildə gedəcək. Burada da bizdən ən kiçiyin soruşurdu. Elə mənfi 2-nin özün götürürük. 6-da bərabərsizlik ödən ən böyük tam ədədi tapın. X kiçikdir mənfi 1-dən. Mənfi 1-i belə götürürük. İçi boş. Mənfi 1 kiçikdir dediyinə görə bu şəkildə yazırıq. Deməli, mənfi 1-dən ödəyənlər mənfi 2, mənfi 3, mənfi 4-dür. Ən kiçik, ən böyük tam ədədi də mənfi 2-dir. X kiçik bərabərdir mənfi 3-dən. 3-ü qeyd edirik. Kiçik olduğuna görə bu tərəfdən baxırıq. Mənfi 4, mənfi 5, mənfi 6-dır. Ən böyüyü isə olacaq elə mənfi 3. 7-ci tapşırıq deyir, dəyişənin verilmiş qiymətlərini bərabərsizliyi ödəyənləri haşiyə al. Yəni biz bunların hamısını bir-bir yazmalıyıq. Sonra baxmalıyıq ki, görə bu bərabərsizliyi ödəyirmi, ödəmirmi? Yəni necə yazırıq? A variantında x bərabərdir mənfi 6. Yəni x-in yerinə gətirib mənfi 6-nı qoyuruq. Bu bərabərsizliyimizi yerində yazırıq. Yəni mənfi 6 üstə gələk 4 kiçikdir 2-dən. Mənfi 6-nın üstünə 4 gələndə eləyəcək mənfi 2. Mənfi 2 2-dən kiçikdir. Mənfi 2 2-dən kiçikdir. Bəli. Haşiyəyə aldıq. Ödəyənləri deyirdi. Sonra x bərabər hamısını yoxluyuruq. X bərabərdir mənfi 5. Mənfi 5 üstə gələk 4 kiçikdir 2-dən. Mənfi 5-in üstünə 4 gəndə mənfi 1 eləyir. Mənfi 1 2-dən. Mənfi 1 deməli 2-dən kiçikdir. Bu da ödəndi. Sonra baxaq. X bərabərdir mənfi 3-ə. Mənfi 3 üstə gələk 4 kiçikdir 2-dən. 1 kiçikdir 2-dən. Əlbəttə ki 1 2-dən kiçikdir. Sonra x bərabərdir mənfi 2-yə. Mənfi 2 üstə gələk 4 kiçikdir 2-dən. Bu 2 kiçikdir 2-dən. Xeyr, 2 2-yə bərabərdir. Kiçik deyil. Bu olmadı. X bərabərdir 1. 1 üstə gələk 4 kiçikdir 2-dən. 5 2-dən kiçik deyil. 5 2-dən böyükdür. Bu da olmadı. Keçdik B variantına. B-ni yoxlayaq. X bərabərdir mənfi 3-ə. Mənfi 3 çıxılsın 2 böyükdür mənfi 1. Mənfi 3-dən mənfi 2-nə çıxdığımız zaman mənfi 5 edəcək. Mənfi 5 mənfi 1-dən böyükdür. Xeyr, mənfi 5 mənfi 1-dən kiçikdir. Bu olmayacaq. X-ə burada verir mənfi 2. Mənfi 2 çıxılsın 2 böyükdür mənfi 1-dən. Mənfi 2-dən mənfi 2 çıxanda mənfi 4 edir. Mənfi 4 mənfi 1-dən yazılıb ki böyükdür. Xeyr, böyük deyil. Bu səhvdir. Sonra 0. 0 çıxılsın 2 böyükdür mənfi 1. Mənfi 2 mənfi 1-dən böyükdür. Xeyr, bu da deyil. 2 çıxılsın 2 böyükdür mənfi 1. 0 mənfi 1-dən böyükdür. Doğrudur. 3 çıxılsın 2 böyükdür mənfi 1. 1 böyükdür mənfi 1-dən. Əlbəttə ki doğrudur. Sonra
C variantında x bərabərdir mənfi 5. Mənfi 5 çıxılsın 1 böyük kiçik bərabərdir mənfi 2-dən. Mənfi 6 kiçik bərabərdir mənfi 2-dən. Doğrudur. Mənfi 6 mənfi 2-dən kiçikdir. Bu doğru oldu. X bərabərdir mənfi 4 olanda mənfi 4 çıxılsın 1 kiçikdir mənfi 2-dən. Mənfi 5 kiçikdir mənfi 2-dən. Bu doğrudur. X-a mənfi 1 verdikdə mənfi 1 çıxılsın mənfi 1. Mənfi 1 çıxılsın 1 kiçik bərabərdir mənfi 2-dən. Bu cavab edir mənfi 2 kiçik bərabərdir mənfi 2-dən. Bəli, bu da doğrudur. 0-ı qoyduğumuz zaman 0 və 1-i qoyduğumuz zaman 0-dan 1 çıxanda mənfi 1 kiçikdir mənfi 2-dən. 1-dən 1 çıxanda 0, 0 kiçikdir mənfi 2-dən. Bu şəkildə yazdığımız zaman bunların da hər ikisi ödənmir. Mənfi 8 üstəgələk 5 edir. Mənfi 3 böyükdür mənfi 2-dən. Bu doğru deyil. Mənfi 3 mənfi 2-dən böyük deyil. Kiçikdir. Bu alınmır. Mənfi 7 üstəgələk 5 böyük bərabərdir mənfi 2-dən. Bu edir mənfi 2 böyük bərabərdir mənfi 2. Yəni bu götürülə bilər. Doğrudur. X bərabərdir mənfi 6 olanda mənfi 6 üstəgələk 5 böyük bərabərdir mənfi 2-dən. Mənfi 1 böyük bərabərdir mənfi 2-dən. Bu da doğrudur. X bərabərdir mənfi 2 olanda mənfi 2 üstəgələk 5 böyük bərabərdir mənfi 3-dən. 3 böyükdür. Böyük bərabərdir mənfi 2-dən. Doğrudur. X bərabərdir 3 olanda 3 üstəgələk 5 böyük bərabərdir mənfi 2-dən. 8 böyük bərabərdir. Yəni 8 mənfi 2-dən böyükdür. Bu da doğrudur. Dəyişənin hərfli işarət və fikrə uyğun bərabərsizlik yaz. Dəyişənin ala biləcəyi 3 tam ədəd tap. Demək, havanın temperaturu gecə mənfi 4 Selsi dərəcədən aşağıdır. Yəni T kiçikdir mənfi 4-dən. Buna uyğun olaraq mənfi 5, mənfi 6, mənfi 7 yazmaq olar. Buzdolabında temperatur ən azı mənfi 18 Selsi dərəcə olmalıdır. Ən azı deyirsə, əlbəttə ki, demişdik ki, tərsi götürülür. Böyük olmalıdır, ən azı olmalıdır desə, yəni deməli bu mənfi 18 də ola bilər, mənfi 18-dən. Yəni T mənfi 18-dən də böyük ola bilər. Bu olacaq mənfi 18, mənfi 17, mənfi 16. Futbol komandasındakı oyuncu sayı meydanda 11 nəfər olmalı. Ehtiyatda oyuncularla birlikdə 23-dən çox deyil. Çox deyil demək nə demişdik? Kiçik 23. Yəni burada ola bilər, meydanda 11 nəfər olmalı. 11 də ola bilər, 12 də ola bilər və 13 də ola bilər. Lalənin fikrində tutduğu ədədə 3 əlavə etdikdə alınan cəm mənfi 3-dən böyük olmur. Lalənin fikrində tutduğu ədədi x ilə işarət və uyğun bərabərsizliyi yaz. Deyək ki, Lalənin fikrində tutduğu ədədə 3 əlavə eləyəndə cəm mənfi 3-dən böyük olmur. Deməli, kiçikdir mənfi 3 olur. Onun fikrində tutduğu ən böyük tam ədəd verilən ədədlərdən hansı ola bilər? Biz yenə yerinə qoyub o şəkildə hesablayaraq tapa bilərik. Yəni, x üstəgələk 3 kiçik bərabərdir mənfi 3. X-in yerinə bir dəfə mənfi 8 qoyanda mənfi 8-in üstünə 3 kiçikdir mənfi 3-dən. Mənfi 8-in üstünə 3 gəndə mənfi 5 kiçikdir mənfi 3-dən. Bu doğrudur. Bunu haşiyəyə alaq. Mənfi 7 qoyaq. Mənfi 7 üstəgələk 3 kiçikdir mənfi 3-dən. Mənfi 4 kiçikdir mənfi 3-dən. Bu da doğrudur. 7-ni də qoya bilərik. Mənfi 6-nı qoyaq. Mənfi 6 üstəgələk 3 kiçikdir mənfi 3-dən. Mənfi 3 kiçik bərabərdir mənfi 3. Bərabər olduğuna görə mənfi 6-nı da götürə bilərik. Sonuncusu mənfi 5 üstəgələk 3 kiçik bərabərdir mənfi 3-dən. Bilir, mənfi 2 kiçikdir mənfi 3-dən. Bu isə ödənmir. Və sonuncusu, Samir birinci sinifində 24 şagird oxuyurdu. Yeni dərs ilində bir neçə şagird başqa məktəbə keçdi. Qalan şagirdlərin sayı 20-dən az olmadı. Bax, keçdi nədir? 24 dənə şagird var, bir neçəsi başqa məktəbə keçib. Keçmək demək, yəni bu çıxıb da deməli bu məktəbdən. O zaman olur 24 çıxılsın x. 20-dən az olmamalıdır, yəni böyükdür 20 olacaq. Sonra deyir ki, neçə şagird başqa məktəbə keçə bilər? Mümkün halları yaz. Yəni biz x-in yerinə qiymətlər qoyaraq o şəkildə tapa bilərik. Mən x-in yerinə 0 qoysam, 24-dən 0 çıxanda
24 eləcək. 24 20-dən böyükdür. Yəni x-in yəni 0, 1, 2, 3, 4 qoya bilərik. Yenə 1 qoyanda 24-dən 1 çıxanda 23 20-dən böyükdür. 24-dən 2 çıxanda 22 20-dən böyükdür. 24-dən 3 çıxanda 21 20-dən böyükdür. 24-dən 4-ü çıxanda 20 edir. Böyük bərabər işarəsi var deyə 20 20-yə bərabər olduğuna görə, yəni 5 dənə mümkün halı ola bilir. Bu tapşırığımız da burada yekunlaşdı.